Hətta özümə qəsd elədim, yenə Allah qoymadı. Əcəb qonaqpərvərdir bunlar. Duzlu tort verirlər. Masanın hesabı problem deyil, o qeyri-səmimilik problemdir. Sən bugünkü müğənnilərə oxşayırsan, bəzi müğənnilərə. Xalq arasında Nasipərinin kuruğu deyilən bir yer var. Oranın adını elə qoyublar ki. Nasipəri xanımın kuruğu Nicatdan Əlixandır. Faiq Ağayevin toyunda. Faiq Ağayevin toyunda Mən oxudum, onun xoşuna gəlmədi. O vaxtdan baltalamağa başladı. Atanızın aşıq olmasına baxmayaraq qardaşınız səhnəyə çıxmağa icazə vermirdi. Sonra nə baş verdi ki, qardaşınız icazə verdi? bəs indi qardaşınız nə deyir? Mən olmasam, o da olmaz. Lap belə, hə? Hə, əlbəttə. Yəni bu maddi Hər tərəf. Onların hər birinin arxasında mən dayanmışam. İlham Quliyeva Nasipəri xanıma efirlərə çıxmağa qadağa qoymuşdu. Bir müğənni digər müğənniyə efirə çıxmağı necə qadağa qoya bilər ki? Vaxt oldu ki, məndən üzr istədi. Bax, bu məni yaşadı. İlhamə xanımın tacı mənim hətta başıma qoydu. Düzdür, onu mən heç vaxtı qəbul eləmərəm. Necə qorxurdum axı, öldürürdü məni ki, olmaz. Qadınlara əl qaldırmaq Qadınlara olmaz. əl qaldırmaq Amma olmaz. onlara bizi döymək olar. Bir neçə il əvvəl evinizdən 311 min manat dəyərində qızıl zinət əşyası, zəlil olsun onu götürəni. 15 min dollar, 3 min avro, bir də 2000 funt sterling oğurlanmışdır. O nədir ki? O bir Nasipəri Dostəliyevanın adına yaraşırmı? Acı zəhər. Sən sirkə deyək. Xalq mahnısıdır, xalq. Halkda belə şey olmuyor atam. Hansı xalq mahnısıdır bu? Ne olar Allah'ım ayırma bizi. Ne olar ya Rabbim ayırma bizi. Zarafat bir yana 3 may saat 20-də Xəzərdə. Baş sponsor Unibank. Xüsusi sponsorlar Soundtride, Azərbaycanın kolası Buz Kola, Zira Olives, Bay Hollywood.